olmaqdadır. Bütün işlər isə xələflərə ya sonradan gələnlərin etdiyi bidətlərə tabe olmaqdadır. Allahu Ekber. Səhid qardaş, cümə barəsində əlhamdülillah ki, məlumat verdik. Yenə də nəsə yaddan çıxıbsa, nəsə bilirsinizsə, xatırlatsa, bir şey. Ümumi məsələlər var, məsəl üçün cümə namazında nə oxunur və cümə namazında nə deyilir. İmam gəlib Peyğəmbər sallallahu əleyhi və səlləm moizə edərdi. Yəni cümənin əsas məqsədlərindən biri nədir? Qafil olanları oyatmaq, cahil olanları öyrətmək. Və Peyğəmbər sallallahu əleyhi və səlləmin cümə xutbələri var. Hədis kitablarında Peyğəmbər sallallahu əleyhi və səlləm Allah'a həmd edərdi, sənalar edərdi. Həmçinin cümədə dua edib Peyğəmbər sallallahu əleyhi və səlləm və necə etməyi barəsində də gəlib, nə vaxt əlini qaldırıb, nə vaxt qaldırmayıb. Bu haqqdakı məsələlərə, yəni istəyən qayıdıb cümə haqqında yazılan kitablara baxa bilər. Bir də problemlərdən birisi nədir? Səhid qardaş, cümə günü çox vaxt görürsən ki, insanlar cüməyə artıq imam minbərə çıxıb xutbə verəndə gələcəklər. Və yaxud da çöldə ticarət edənlər görürsən ki, ticarətlərini son dəqiqəyə kimi edirlər, son ana kimi. Halbuki cümədən qabaq bu qədər fəzilət var, qasırlıq var. Bu da məhrumluqdur. Yəni cümə haqqında varid olan hədislərə baxsaq necə savablar vəd edib Allah Taala və Peyğəmbər sallallahu əleyhi və səlləm nəql edib hədislərdə, insanlar bu savablardan özlərini məhrum edirlər. Yəni Allah Taala cümə namazını fərz edib. Və Peyğəmbər sallallahu əleyhi və səlləm də cümə 6-cı fərz demək olar. Cümə namazı demək olar, bəlkə də demək olar. Allah bilir doğrusunu. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm cümə xutbəsi verəndə necə ki səhih hədisdə gəlir ki, Mədinəyə karvan gəlir ticarətlə dolu. Ticarətlə dolu və səhabələrin çoxsu çıxır. Və bəzi rivayətlərdə gəlir ki, 12 nəfər qalır Peyğəmbər sallallahu əleyhi və səlləmlə. Və Allah Taala nazil edir Cümə surəsindəki cümənin fərz edən ayəni hansı deyir ki, "Fəidə nudiyə lis-salati min yawmil cüm'ati fətəu ilə zikrillah." Cümə günü namaza çağrıldığınız zaman Allahı zikr etməyə tələs. Həmin ayələrdə baxsaq görər ki, nə deyir Allah Taala? Deyir ki, səni tərk etdilər, ayaq üstə qaldın Peyğəmbər sallallahu əleyhi və səlləm. Yəni o vaxtda insanlar ticarətə görə çıxmışlar. Və bəyan edir ki, ruzi verən Allah Taaladır. Yəni sən cümə vaxtı orada dayansan da, dayanmasan da ruzi Allahın əlindədir. Nə yazılıbsa onu qazanacaqsan, ondan artığını almayacaqsan. Ona görə də yəni cümə namazına kimi çalış, o faydalardan istifadə elə. Hansı ki, bu ümmətə rəhmət kimi verilib bu. Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Deyir ki, xas cümə gününə aid olan hədislərdə gəlir. Deyir ki, biz axırıncılar və əvvəlkilərik. Allah Taala cümə gününü bizə müvəffəq edib və qiyamət günündə əvvəldə biz gələcəyik. Yəni xaslaşdırıb səni Allah Taala bütün ümmətlərin içərisindən bu ibadətlə. Yəni başqa heç bir ümmətlərdə belə bir şey yox. Cümə günü birləşmə müsəlmanların bu. Yəni yer üzündə bu qədər nə qədər müsəlman dövlətləri və ya da kafir ölkələri var, hansı ki orada müsəlmanlar cümə namazı qılırlar. Yəni hamı da eyni vaxtda görsən birləşirlər. Yəni bu xüsusiyyət sırf müsəlmanlar üçün verilib. Allah Taala bu xüsusiyyəti müsəlmanlar üçün verib, onlar üçün bayram edib bu günü və insan çalışmalıdır ki, Allah Taala'nın ona verdiyi bu nemətdən, bu minnətdən yəni istifadə etsin.